arasında stres və depressiya halları getdikcə artır. Həm məktəb, həm də ailə və sosial çevrə gənclərə böyük psixoloji təzyiq göstərir. Amma çoxları bu problemlərin öhdəsindən necə gələcəyini bilmir. İlk növbədə depressiya adi bir yorğunluq və ya kədər hissi deyil. Bu, ciddi bir emosional vəziyyətdir və uzun müddət davam edə bilər. Apollo Hospitals'ın məlumatına görə, depressiyanın əsas simptomlarına yuxusuzluq, özünə inamsızlıq, iştahanın azalması və ya artması, hətta intihar düşüncələri daxildir. Və JW.org-un yazdığına görə, yeniyetmələr depressiya zamanı mən dəyərsizəm və heç kimə lazım deyiləm kimi fikirlərlə mübarizə aparırlar. Bu, çox təhlükəli bir məqamdır, çünki bu düşüncələr zamanla daha dərin emosional travmalara səbəb ola bilər. Eyni zamanda, Bakı Dövlət Universitetinin tədqiqatına əsasən, qaçqın gənclər arasında depressiya halları xüsusilə yüksəkdir. Bu gənclər həyatlarında çox sayda sosial və emosional stres faktorları ilə üzləşirlər. Keçmiş travmalar, sabit həyat şəraitinin olmaması və cəmiyyətə inteqrasiya çətinliyi. Amma maraqlıdır ki, bu tədqiqatda qeyd olunur. İnsan psixikası uyğunlaşma qabiliyyətinə malikdir. Yəni, düzgün yanaşmayla bu streslərlə mübarizə aparmaq mümkündür. Özünə inam, sosial dəstək və psixoloji maariflənmə burada əsas rolu oynayır. Məsələn, gənclərə öz mənlərini daha yaxşı anlamaqda yardım etmək, yəni öz güclü və zəif tərəflərini tanımaq, onların psixoloji balansı bərpa etmələrinə kömək edə bilər. JW.org-un təklif etdiyi praktik üsullardan biri də budur. Hisslərini etibarlı bir insana danışmaq və ya yazmaq. Eyni zamanda fiziki fəaliyyət, idman, gəzinti, hətta nəfəs məşqləri depressiyaya qarşı effektiv vasitədir. Bu, sadə görünə bilər, amma beyində xoşbəxtlik hormonlarının ifrazını artırır. Bəli, və bir vacib məsələ də var, sosial təcrid. Çox zaman depressiyada olan gənclər özlərini dostlardan və ailədən uzaqlaşdırırlar. Halbuki sosial dəstək depressiyanın qarşısını almaq üçün ən təsirli faktorlardan biridir. Sonda isə deyək ki, əgər siz və ya tanıdığınız bir gənc bu əlamətlərlə üzləşirsə, bu zəiflik deyil, əksinə kömək istəmək bir güc əlamətidir. Psixoloqlara və etibarlı insanlara müraciət etmək həyat dəyişdirə bilər. Çox doğru. Depressiya bir son deyil, bir mərhələdir və bu mərhələni keçmək üçün ilk addım bu barədə danışmaqdır. Elə bugünkü podkast kimi. Bizə qulaq asdığınız üçün təşəkkür edirik. Gələn epizodda başqa bir önəmli mövzu ilə yenidən birlikdə olacağıq. Özünüzə yaxşı baxın. Unutmayın, stres varsa çıxış da var. Hələlik.